İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda Avropa rəsmilərinin mövqelərindəki fərqliliklər Qərb dünyasında yekdil qərar verməkdə böyük çətinliklərin olduğunu göstərir. Brüssel və Cenevra sözcüləri qəti mövqe bildirmək əvəzinə diplomatik frazalarla vəziyyəti örtbasdır etməyə çalışırlar. Yaxın Şərqdə alovlanan münaqişəyə dair vahid yanaşmanın olmaması qlobal miqyasda etimad boşluğu yaradır. Avropa İttifaqının 27 üzvünün vahid qərar çıxarmağa çalışması çox zaman nəticəsiz müzakirələrə çevrilir. Tərəzidə bir tərəfə ABŞ-ın sanksiyaları, digər tərəfə Fransa və Almaniyanın iqtisadi narahatlıqları, üçüncü tərəfə isə Şərqi Avropa ölkələrinin Rusiya fobiyası qoyulur. Oxşar qeyri-müəyyənlik illərlə Qarabağ məsələsində də yaşanıb. Bugün isə Avropa eyni səssizliklə yaxın Şərqə baxır. Ursula von der Leyen'in sərt bəyanatları, Kaja Kallas'ın diplomatik səviyyədə özünü itirmiş çıxışları və müxtəlif strukturların fərqli mesajları ümumi qərarın formalaşmamasını daha da qabardır. Qərb təşkilatları sülhü təmin etmək deyil, görüntü yaratmaq üçün fəaliyyət göstərir. İsrail-Fələstin problemi də, İranla qarşı durma da, Ukraynada müharibə də eyni siyasi formulu pozur. BMT və Avropa İttifaqının ədalətli mövqe ortaya qoymaq qabiliyyəti yoxdur.